Salam uşaqlar. Biz bundan əvvəlki HTML dərslərimizin hamısında sizlərlə məzmun teqlərimizi öyrəndik, form teqlərimizi öyrəndik, table'larımızı öyrəndik. Bunların hər birindən ətraflı məlumatlar danışdıq və bunları öyrəndik. Bugünkü dərsimizdə isə sizlərlə geridə qalan teqləri öyrənəcəyik. Bunlar hansılardır? Divimizi öyrənəcəyik. Div teqi, yəni əsas teqlərdən biri də HTML-də. Sectionlar, header, nav, footer bunlar haqqında məlumat verəcəyik və bunlara görə nədir, nə üçün istifadə olunur bunlardan danışacağıq. İlk öncə dediklərimizi birinci bura yazaq. Div haqqında danışacağıq. Header, nav haqqı, nav. Sonra sectionlarımız haqqında danışacağıq. Bir də ki, footer. Bu div haqqında sonda danışarıq. Header, nav, section və footer bunlar haqqında danışaq. Bunlar sizin saytınızın hissələri adlanır uşaqlar. Yəni, bir dənə sayt daxil olaraq header haqqında danışaq. Header nədir? Header saytınızın gördüyünüz yuxarı hissəsidir. Yəni, buradan yuxarı hissə hamısı header adlanır. Saytınızın ən başlıca hissəsidir. Yəni, siz bunu headerin içində yazmasanız da işləyə bilərsiniz. Sadəcə kodlarınızın daha rahat başa düşülməsi üçün, daha rahat tapılması üçün header və həmçinin headerdən başqa da nav, section, footerdən istifadə olunur. Yəni, header bu yuxarı hissə adlanır uşaqlar. Nav isə nə dedikdə, nav məhz bu hissəsi nav adlanır. Navın içində əksər hallarda, yəni ən çox hallarda içində ulli hissələri yazılır. Yəni, menü hissələri, bunlar hər biri navın içində yazılır. Burada istifadə olunur. Section'da danışarıq. Keçək bir də footer hissəsinə header demişkən, footer hissə saytınızın ən son hissəsi adlanır uşaqlar. Yəni, səhifənin ən axırında verdiyiniz yekun ən sonuncu məlumatlar, bunlar hər biri footer hissəsinin içində qeydə alır, burada yazılır. Bir də section hissəmiz nədir, onun haqqında danışaq. Qalan, ortada qalan hissə. Bunlar hər biri sectionlar içərisində yığılır. Məsəl üçün, portfolio bu hissədir, burada şəkillər qeydə alınıb. Bunlar hamısı bir section açırsınız və onun içərisində qeyd edirsiniz. Bunların hər birini onun içində yaradırsınız. About, burada bir dənə belə section açırsınız, sırf about-a aid və içindəki elementləri section içərisində, həmin about section içərisində yaradırsınız. Bir də kontakt, əlaqə. Burada bir dənə section açırsınız. Sonra gördüyünüz kimi 2 dənə dəstəni demişdik. Burada bir dənə form teqindən istifadə olunur, çünki içində form elementlər var. Yəni, bunlar da sectionlar vasitəsilə yığılır. Portfolioya basırsınız. Məsələn, sırf portfolio hissəsi. Yəni, bunlar section vasitəsilə yığılır ki, belə ayırada biləsiniz. Məsələn, kontakta basıram. Sırf kontakta aid olan bir hissəyə geçsin. Bunlar hamısı section vasitəsilə həyata keçirilir. Bir də qaldı div anlayışımız. Bu nədir? Div bir mörtəzə anlayışı oynayır uşaqlar siz üçün HTML-də. Yəni, bütün elementləri, yəni bir qrup elementləri içində saxlamaq üçün. Məsəl üçün, burada bir divdən istifadə olunur və içində həm bir dənə məsələn H1-imiz var, aşağıda da bir P ya ki, spandan istifadə olunur, P-dən istifadə olunur, paragrafdan bu məlumatları içində saxlayır. Divdən nə üçün istifadə olunur? Siz bunu CSS mövzusunda tam aydın başa düşərsiniz. Məsəl üçün, buna biraz soldan məsafə vermək istəyirəm. Bu location sözümə ayrı məsafə verim gərək. Bu aşağıda yazdığım məlumatdakı bir ayrı məsafə verim. Bunun əvəzinə bunu bir dənə divə alırsınız. Həmin divə soldan məsafə verirsiniz və avtomatik olaraq içindəki elementlər də özündən bir yerdə hərəkət eləməyə başlayır. Yəni, div burada mörtəzə anlayışı oynayır. Bəzi bir qrup elementləri onun içine atırsınız və hərəsini tək-tək dizayn verməkdən, tək-tək hərəkət etdirməkdənsə ümumi div hərəkət etdirirsiniz və avtomatik içindəki elementlər də oyuna bir yerdə hərəkət edir. Divin bir də sizin CSS mövzusunda ən çox istifadə edəcəyi atributlarından class atributu var. Bir də ID atributu var. ID atributu və class atributu bunlara özünüz istədiyiniz bir ad verirsiniz və verdiyiniz bu adla ona CSS-dən müraciət edə bilirsiniz. Həm ona, həm də onun içindəki elementləri rahatla müraciət edə bilirsiniz. Amma class və ID-nin də təbii ki fərqi var. ID dediyimiz kimi form teqlərində də demişdik əslində biz bunu. ID adı təkrarlana bilməz. Yəni bir ID adı yalnız bir dəfə istifadə oluna bilər bir HTML səhifəsinin içində, amma class adınız təkrarlana bilər. Yəni bəs desəz ki, niyə class adımız təkrarlansın? Bundakı CSS dərslərində uşaqlar ətraflı görəcəksiniz. İndi isə yəni bu teqlərimiz haqqında da bu qədər. İndi isə biraz qısa yollar haqqında danışaq HTML-də, qısa yollar haqqında danışaq. Məsəl üçün, slash haqqında danışaq. Slash-ə necə atılır, slash nədir, nə üçün istifadə olunur. Məsəl üçün, belə bir dənə section'ınız var və bu section saytımızda məsələn bayaq göstərdiyimiz about hissəsi var idi. Məsəl üçün, bu about hissəsinin section'ıdır da, düzdür. Bunun üzərində belə də yaza bilərsiniz.
saytınızda kodlar daha qısa bayaqsınız. Yazırsınız ki, bura about hissəsidir. Belə yazıb bunu slash'da ata bilərsiniz. Yəni, avtomatik kimsə sizin kodunuza baxdıqda bu slash vasitəsilə altdakı kodlar bilir ki, yəni bu kodlar hansı hissəyə aiddir, nəyin koddur. Bu tip istifadə olunur. Bir də slash başqa nə üçün istifadə oluna bilər? Durduğunuz sətr kodunu istifadə eləmək istəmirsinizsə, amma silmək də istəmirsinizsə, yəni hal vaxtı sizə lazım olar, onu slash'a atırsınız. Yəni slash-ə necə atılır? Kontrolu basırsınız, sağdakı kontrol və onun üzərindəki slash işarəsi bu şəkildə. Yəni slash işarəsini deyə bilməyənlər üçün bu işarə. Sağdakı kontrolun üstündəki bu işarə. Hər ikisi eyni anda basıldıqda həmin sətr slash-ə atılır. Başqa bir qısa yolumuz haqqında danışaq. Məsəl üçün bunu buradan silək. Məsəl üçün bu footer hissəm var. Bunu gətirib mən bir sətr yerini səhv yazmışam. Tağım bu əslində burada olmalıdır. Bu necə eləyirlər? Yəni belə necə hərəkət elətdirim mən bunu? Alt basılırsınız. Alt. Əgər Visual Studio kodunu istifadə edirsə, altı basırsınız və bunu oxlar vasitəsilə yuxarı aşağı hərəkət elətdirə bilirsiniz rahat. Başqa necə eləyə bilərəm desəz, gəlib qarşısında Ctrl-C eləyərsiniz. Əgər özünü həm burada saxlamaq istəyirsə, həm də burada yazmaq istəyirsə, gəl sətri yaz seçirsiniz bu formada, Ctrl-C və burada Ctrl-V. İstədiyiniz yerə yapışdırırsınız və yaxud sətri seçmədən qarşısında dayanırsınız Ctrl-C və gəlib burada Ctrl-V deyə yapışdırırsınız. Bir də başqa bir yol, əgər istəyirsə bu burada olmasın, yəni alt kimi mən bunu promoya aparım, bura qoyun, bunu necə eləyə bilərəm? Bunu seçirsiniz, Ctrl-X. Məlumatı həm götürdünüz, həm də buradan sildiniz. Gəlib burada Ctrl-V eləyib, istədiyiniz bu yerdə yapışdıra bilərsiniz. Başqa bir qısa yol haqqında da danışaq. Məsəl üçün, həm footerumun, divimizi artıq buradan silək, həm footerun, həm də headerın, həm də navın içinə eyni anda eyni məlumatlar yazmaq istəyirəm. Bunları necə eləyə bilərəm? Alt düyməsi basılı halda kursorunuzun sol, yəni mışqanın sağ düyməsi ilə istədiyiniz haraya məlumat yazacaqsa, ora klik edirsiniz və istədiyiniz məlumat yazırsınız. Hello. Üçü də eyni anda işləyir və bunu qeyri-aktiv, deaktiv eləmək üçün də sağ klikləyirsiniz. Vəsiyo. Artıq bu deaktiv oldu. Başqa, yəni bu qısa yollarımız haqqında da bu qədər. Başqa da mən bilən əsas vacib, çox da vacib qısa yollarımız qalmadı. Bəli, qısa yollarımız haqqında da bu qədər. Başqa da bir qısa yolumuz qalmadı. Bir də uşaqlar, mən sizə əvvəlki HTML videolarında deməyi unutduğum bir tag var. HR, yəni horizontal row deməkdir. Əvvəlki videoda bunu deməyi unutmuşum əslində. Gəlin bu nədir, nə iş görür onun haqqında danışaq. Paragrafımı açmışam, içində bir dənə lorem yazıram. Və gələk bura, məsəl üçün paragrafımız çox uzundur, eyb yox, bura bir enter vuraq. Bura bir dənə HR yazıram. Horizontal row deməkdir. Buna bir dənə browser üzərindən baxaq. Open with live server. Və gördüyüm kimi paragrafım buraya yazıldı və altından da belə bir xətt çəkildi. Yəni bu HR verdiyiniz bir elementin altından xətt çəkmək üçün istifadə olunur. Buna dizayn da verə bilərsiniz. Yəni ölçüsü görürsünüz, ekranın solundan sağına qədərdir. CSS videolarında görəcəksiniz ki, CSS dəstəmizdə buna əslində rəngini də dəyişə bilərsiniz, qalınlığını da artıra bilərsiniz, uzunluğunu da azalda bilərsiniz uşaqlar.